Bismillah. 2026'nın sirri açıldı. Bu bürclərin həyatı tamamilə dəyişəcək. 2026 ilin enerjisi astroloji baxımdan kəskin dönüşlər, gözlənilməz qərarlar və talih yüklü dəyişikliklərlə yadda qalacaq. Bəzi bürclər üçün bu il sözün əsl mənasında yenidən doğuluş ili olacaq. Budur, həyatında böyük dəyişikliklər yaşayacaq bürclər. Qoç 2026 qoçlar üçün risk və qazanc ilidir. Uzun müddətdir planlaşdırdığın addımlar bu il reallaşa bilər. İş, pul və şəxsi həyatda kəskin dönüş gözlənilir. Sən dəyişdikcə həyatın da dəyişəcək. Buğalar üçün sakitlik dövrü bitir. 2026-cı il səni komfort zonandan çıxaracaq. Köhnə münasibətlər bitər, yeni həyat yolu açıla bilər. Xüsusilə sevgi və karyerada talih yüklü qərarlar olacaq. Xərçəng, daxili dəyişimin ən güclü hiss olunduğu bürclərdənsən. Özünü yenidən kəşf edəcəksən. Keçmişi buraxıb yeni başlanğıclar etmək üçün ideal ildir. Əqrəb, əqrəblər üçün 2026 tam bir transformasiya ilidir. Sənin həyatında da hər şey yüksələcək ya da kökündən dəyişəcək. Güc, pul və nüfuz mövzularında böyük sıçrayış var. Oğlaq, uzun müddət çəkdiyin zəhmətin bəhrəsini alacaqsan. Status dəyişə bilər. Yeni iş, yeni ev, hətta evlilik ehtimalı yüksəkdir. Həyatın daha stabil və güclü olacaq. Balıq, balıqlar üçün 2026 sürprizlərlə doludur. İl boyu gözlənilməz imkanlar çıxacaq. İntuisiyan səni düzgün yola aparacaq və həyatında tam dönüş nöqtəsi yaşana bilər. Nəticə, 2026-cı il sadəcə dəyişiklik deyil, bəzi bürclər üçün tamamilə yeni həyatın başlanğıcıdır. Əsas məsələ qorxmamaq və gələn şansları düzgün dəyərləndirməkdir.